Xəzər TV-də İncə Səhər efirinin aparıcısı Vüsalə Əlizadənin uzun müddətdir ailə qurmaması və onun kimlə sevgili olması bir çox insanlarda maraq oyadıbdır. Hazırda Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə münasibətdədir. General aparıcıya Ağşəhərdə 300 min manata ev də alıb. General həmçinin Vüsalənin qardaşını da DTX-da işlə təmin etmişdi. Onu Cənub bölgəsində hərbi hissələrin birində rəis müavini təyin etmişdi. Elçin Quliyevin Vüsalə ilə münasibətin ortaya çıxması Vüsalənin ailəsində söz-söhbətə səbəb oldu. Qızın ailəsi qardaşına xəbər verdi ki, gəl get Bakıya, Vüsalə ilə generalın seks söhbəti var, o söhbəti qaydasına sal. Vüsalənin qardaşı DSX zabiti olmuş, baş leytenant Əlizadə Əlhüseyn Rəfailoğlu Astarada olarkən minir maşınına ki, Bakıya gəlsin, əsəbi və sürətli maşını sürüb qəza törədir və həyatını itirir. Lakin buna baxmayaraq Vüsalə generalla münasibəti davam edir. Ona görə aparıcı ailə qurmur, bu münasibət hamıdan gizlədir. Vacib adamlardan aldığımız xəbərlərə görə Vüsaləni artıq Elçin Quliyev bilirsə İlham Əliyevdən bazlıq eləyirlər eyni. Məsələn, Fəxriyə Xələfova İlham Əliyev uzun müddət Fəxriyə Xələfova ilə bazlıq eləyib, öz BBC qızından. Ancaq ondan Elçin Quliyev uşaq da doğuzdurub ondan. İndi bu qızı artıq Elçin Quliyev bilirsə baş tutandır. Prezident tək qədər Bakıda qızlarsa tapaq DSX adından Elçin Quliyev bu işlərə baxır. Mən aldığım məlumata görə Elçin Quliyev öz qayırdıqlarını İlham Əliyevə ötürür. Bunu da ötürüb İlham Əliyevə və İlham Əliyev bir neçə dəfə bundan eşq yaşayıbdır. 25 il güc strukturu rəhbəri eyni vəzifədə Azərbaycanda ikinci bir adam yoxdur Elçin Quliyevdən başqa. Ona görə Elçin Quliyev bunu eşitdiyimə görə 1-2 dəfə, 3 dəfə prezidentə də təşkil eləyibdi.